Məlumdur ki, qalstuk bir tamamlayıcı üst geyimidir və hətta mədəniyyətşünaslığa aid yazılmış bəzi əsərlərdə göstərilir ki, qalstuk qədim türklərə məxsus olan tamamlayıcı bir geyim forması olub. Bunun xristiyan dünyası ilə heç bir bağlılığı yoxdur, xaçla heç bir bağlılığı yoxdur. İkinci mühüm bir məsələ ondan ibarətdir ki, bu günləri qalstuku ruhani heyətin qalstuk taxmasına və yaxud da bir sözlə qalstukun xoşagəlməz bir geyim tərzi kimi təqdim edilməsini cəmiyyətdə təbliğ edən insanlar gedib baxsınlar, görsünlər ki, onların qəbul etdikləri o fətva mərkəzləri siqaret çəkməyin haramlığı haqqında hansı fətvanı veriblər. Madam ki, siqaretin çəkilməsi haqqında bu qədər çoxsaylı fətva